yoxdur da, gün yoxdur, işıq yoxdur. Ya əxlaqsız olmalısan bu rejimdə, ya normal insan kimi qala bilməzsən, ya neytral da qala bilməzsən. Ha, mən onu çatdırım xüsusilə. Nə danışırsan, nə neytral ola bilməz. Ya səni əzməliyik, əxlaqsız eləməliyik, özümüz kimi fahiş eləməliyik, ya da ki, bax budur, vəziyyət budur. 50%-dən çox sağlamlığı bitibdir, uşaqların həyəcan, stres içində, yoldaşım da Tiflisdə, Gürovda. Əfqan Sadıqovu bilirsiniz, saxladı Gürcüstan. İlham Əliyev rejiminin siyasi sifarişindən. Avropa məhkəməsinin qərarından azadlığa çıxdı. İndi Əfqan Gürcüstanda meydana çıxır, Gürcü xalqının yanında durur. Orada nə qədər canlı yayımlar etmişik, cəmaət bilir də. Demək olar ki, canlı yayımlar açırdı, baş verənləri göstərirdi. ASTV-nin əməkdaşını orada belə deyək, biabır elədi. Niyə gəlmisiniz? Niyə yalan informasiya verirsiniz? Təbii ki, Əfqanın meydana çıxması birinci İlham Əliyevə sərf eləmədi, ikinci də İvanişviliyə. Əfqana 14 sutka verdilər. Ay millət, 14 sutka verdilər və Tiflisə yox, Marnoliyə göndərdi. Marnolidə yəqin Əlin Ağayev daha yaxşı plancıdır, yəqin ki ona görə. Və İvanişvili deyir ki, Tiflisdə həbsxanada yer yoxdur. Gör nə qədər adam tutubdur. Əgər bu doğrudursa, ki yer yoxdur sözünə görə deyirəm. Və daha sonra təsəvvür edin ki, 14 sutka həbsdən sonra, 14 günlük həbsdən sonra bir dəfə də olsun mən Əfqanla danışa bilməmişəm. Bilmirəm bu adam necə saxlanılır, hansı şəraitdə saxlanılır, bu adamın vəziyyəti necədir, buna psixoloji təzyiq varmı, bu ümumiyyətlə vəziyyəti necədir, nə yeyir, nə içir. Bu adama icazə vermir Gürcüstan ədliyyəsi. Çünki Gürcüstan ədliyyəsi İvanişvili rejiminin, Əliyev rejiminin siyasi sifarişini icra edir. Çünki Gürcüstanda qanun yoxdur, Gürcüstan Əliyevləşibdir. Və buna görə də Əfqan müraciət eləsə də Əfqana icazə vermiblər. Vəkil deyir ki, Əfqan müraciət edib ki, ailəmlə danışmaq istəyirəm. Və bilirəm ki, çox nigarandır. Və daha sonra 22-sində Əfqan tutulubdur, tutulmayıb, oğurlanıb, tutulma başqa şeydir. Siz təsəvvür edin ki, biz onun yerini bilmirdik. Adam evdən çıxanda kamera görüntüləri silinib. Bu çox önəmli faktlardır. Kamera görüntülərini siliblər 15 dəqiqə. Və Gürcüstan polisi imtina eləyib deyibdi ki, bizdə deyil Əfqan. İctimailəşəndən sonra deyir ki, hə biz saxlamışıq. Adamı aparıblar, əlini qolunu bağlayıblar, avtomobildə saxlayıblar, yuxarıdan cavab gözləyiblər. Və daha sonra ictimailəşəndən sonra deyirlər biz saxlamışıq. Sabahsı məhkəməyə çıxır və 14 sutka verirlər və sonra mənə şantaj mesajı yazırlar ki, 14 sutkadan sonra Əfqanı Azərbaycana göndərəcəyik, uzun müddətli həbsə göndərəcəyik, ölkəyə getmək şantajına çevrilir. Bilirsiniz niyə? Çünki ölkədə qanun işləmir. Çünki ölkədə əxlaqsızlar qanun adı altında repressiya edir və biz qorxuruq. Bizim üçün nə qədər çətin olsa, ağır da olsa ki, ay aman biz getmirik, repressiya var. Amma bir o qədər də mənim üçün bir vətəndaş olaraq o qədər ağır gəlir ki, necə mən ölkəmə getməkdən qorxuram. Çünki mənim ölkəmin rəhbərliyində oturanlar, üzr istəyirəm, fahişədir. Əlin Ağayev əxlaqsızdır. Vilayət Eyvazov, Kamran Əliyev, İlham Əliyevin biz təyinatları pozğundur. Və biz bugün qorxuruq həyatımız üçün, növbəti repressiya üçün, təhlükəsizliyimiz üçün, hər bir şey üçün qorxuruq. Çünki Azərbaycanda qanun və hüquq sıfıra bərabərdir. Və bugün təhdid olunuram ki, Azərbaycana göndərəcəyik, uzun müddətli həbsə göndərəcəyik, heç kəs yanına gedə bilməyəcək, sizi məhv eləyəcəyik. Niyə? Çünki İlham Əliyev rejimi daha çox talançılıq eləmək üçün bir tənqidçi niyə bu qədər repressiyaya məruz qala bilər? Adi bir insandır. Sadəcə Əliyevin tənqidçisidir, yazan insandır, ölkədə siyasi, sosial vəziyyətdən yazır, danışır. Gürcüstanda siyasi əsirdir, iradəsinə zidd, məcburən Gürcüstanda saxlanılıbdır, bilirsiniz. Adam meydana çıxır, insanların səsini çatdırır, insanların sözünü çatdırır və 14 sutka həbsdən əvvəl adamı 100 min dollar cərimə eləyiblər. Bugün 100 min dollar killərə pul veririk, get Qabil Məmmədovu öldür. Yəqin həmən 100 mini Əfqandan çıxarmaq istəyirlər, Qabil bəy. Çünki Əfqan Sadıqovu 100 min dollar cərimə ediblər. Düz 100 min dollar, nə az, nə çox. 100 min dollar, Əfqan Əlin Ağayev deyil, yəni oğru deyil. Əfqan İlham Əliyev deyil, oğru deyil. Əfqan 100 min dollar nəyə əsasən cərimələnib və hansı cinayətə görə? Adam 54 dəfə cərimə olunubdur. Həbs olunan günə qədər, 22 oktyabra qədər adam 54 dəfə ştraf, yəni cərimə olunub. Bir cərimə 5 min lar idi. 54 cərimədən sonra 55-ci-də həbs olunur. 54 cərimə 85 min evro deməkdir. 270 min lari deməkdir. 100 min dollar deməkdir. 100 min dollardan biraz aşağı. Və bugün Qabil Məmmədovu öldürmək üçün 100 min dollar killərə verir. Həmən 100 min də Əfqanın boynuna cərimə qoyubdur. Bax, budur İlham Əliyev xüsusiyyəti. İlham Əliyev tənqidçiyi öldürtdürür. İlham Əliyev özünə demokrat deyir. Deyir, mən demokratam. Mən hər halda prezident postunda oturmadan əvvəl, prezident olmadan əvvəl bir kişidir. Adam deyir, mən kişiyəm. Bir kişi bir qadını hədəf alırmı? Bir kişi tənqidçini davulla killer göndərirmi? Bir kişi yatanda onu bıçaqladırmı? Vidadi İskəndərini deyirəm. Ondan öncə də zəhərlətmişdi. Ona görə deyirəm, həyat yoldaşımın həyatı üçün qorxuram. Əfqan, baxın, sabah çıxıb deyə bilərəm ki, Əfqan zəhərlənib. Sabah çıxıb deyə bilərəm ki, Əfqan öldürülüb. Sabah hər bir informasiya verilə bilər. Sabah mən də başıma bu hadisə gələ bilər. Güya Avropada daha təhlükəlidir. Azərbaycanda deyirsən ki, həbs oluna bilər. Amma Azərbaycanda Elmar Hüseynov kimi güllələtdirdilər adamı. Niyə? Dedi, Mehriban Əliyevanın fahişəliyindən yazıbdır. İlham Əliyev, sən insanlara seçim vermirsən. Biz mübarizə apara bilmirik. İlham Əliyev, mən terrorist deyiləm, dəfələrlə demişəm. Terroristin silahı olur.